Göygöl rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Bu barədə trendə yerli sakinlər məlumat verib, bildirilib ki, ağsaqqalların ümumi qərarı ilə yas mərasimində təkcə çay süfrəsi açılır və dəbdəbəli yemək süfrəsi ləğv olunub. Qeyd edilir ki, analoji qayda ölkəmizdə artıq bir neçə rayonda da tətbiq olunub. Yevlaxda minik maşını motobloka çarpılıb. Yol nəqliyyat hadisəsi rayonun Xaldan qəsəbəsi ərazisində baş verib. Belə ki, hərəkətdə olan Mercedes markalı minik maşınının qarşıdan gələn motobloka çarpılması nəticəsində motoblokun sürücüsü rayonun Hacıselli kəndi sakini Hacı Bala Kazımov və onun həyat yoldaşı Fəxriyə Kazımova ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Həkimlərin apardığı təxirə salınmaz tədbirlərə baxmayaraq Fəxriyə Kazımovanın həyatını xilas etmək mümkün olmayıb. Sürücü Hacı Bala Kazımov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.